3-cü sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. A tapşırığından başlayaq. Onlar yurdu bölməsində öyrəndiyim məlumatlara əsasən cədvəli tamamla. Biz bölməmizə nəzər salıb, orada olan keçirilən mövzuları təkrar etsək, bu tapşırıqları asanlıqla yaza bilərik. Əfsanə qəhrəmanları kimlər idi? Al dədə, Göyçək, Odlar qızı. Sonra tarixi şəxsiyyətlər öyrənmişdik. Nadir Şah, Əmir Teymur, bir də Ağabəyim. Azərbaycanın tarixi abidələri, Qız Qalası, gələrsən, görərsən və Pəri Qalası haqqında da öyrənmişdik. Azərbaycan musiqisi isə Çahargah əfsanəsi, baxaq tapşırıqlara. Cümlələrdəki şəxs əvəzliklərinin hansı sözü əvəz etdiyini yaz. Yazaq. Aysegil təzə mənzilə köçüblər. O 4 otaqlıdır. Onlar çox sevinirlər. Baxın, Aysegil təzə mənzilə köçüblər. O 4 otaqlıdır. Burada o şəxs əvəzliyidir. Burada 4 otaqlı olan nədir? Burada o əvəzliyi mənzil sözünü əvəz edibdir. Yəni mənzil 4 otaqlıdır yazmayın. Mənzilin yerinə yazıb o 4 otaqlıdır. O əvəz edib mənzili. Sonra onlar çox sevinirlər. Onlar deyəndə kimi nəzərdə tutur? Yəni Aysegil. Onlar əvəz edibdir Aysegili. Davam edək. Əli dedi: Samir, mən səni evimizə dəvət edirəm. Biz birlikdə filmə baxarıq. Baxın, burada öncə şəxs əvəzliklərinə diqqət edək. Samir, mən, bax bu mən şəxs əvəzliyidir. Səni şəxs əvəzliyidir. Bir də biz şəxs əvəzliyidir. Baxaq ki, əvəzliklər, şəxs əvəzlikləri hansı sözləri, kimləri əvəz edib, nələri əvəz edib. Əli dedi: Samir, mən, yəni sözü deyən kimdir? Əli. Mən əvəz edib Əlini. Mən əvəz edib Əlini. Yəni Əli nəzərdə tutulub. Səni, yəni kimi? Səni əvəzliyə əvəz edib Samiri. Biz birlikdə filmə baxarıq. Biz deyəndə isə nəzərdə tutub, yəni filmə birlikdə kimlər baxar? Əli və Samir. Əli və Samiri. Davam edək. Jalə Rəfə yaxınlaşdı. Onu səliqəyə saldı. Ana dedi: Afərin sənə, mənim qızım. Baxın, Jalə Rəfə yaxınlaşdı. Baxaq əvəzlikləri. Onu səliqəyə saldı. Onu, nəyi? Yəni Rəfi. Onu əvəz edibdir Rəfi. Sonra ana dedi: Afərin sənə. Sənə burada kimi nəzərdə tutdu? Jaləni. Sənə sözü əvəz edibdir Jalə sözünü. Və mənim qızım. Mənim deyəndə yəni kimi əvəz edibdir? Ananı. Mənim əvəzliyim əvəz edibdir ananı. Ana nəzərdə tutulmuşdur. C tapşırığına baxaq. 4-dən biri fərqlidir. Şəxsə görə, zamana görə, təsdiq və ya inkarına görə. Deyir, göründü, bildi,
gizlənir, oynadı. Baxın, göründü, bildi, oynadı. Bunlar hamısı keçmiş zamandadır və təsdiqdədir. Gizlənir isə gizlənir indiki zamandadır. Ona görə fərqlənir. Səslədim keçmiş zamandadır. Görüşdüm keçmiş zamandadır. Bilmədim çatdım. Baxın, hamısında birinci şəxsin təkindən söhbət gedir. Mən səslədim, mən görüşdüm, mən bilmədim, mən çatdım. Və hamısı keçmiş zaman, daha doğrusu, yəni hamısı birinci şəxsdədir. Hamısı keçmiş zamandadır. Amma bir dənə bilmədim sözü inkardadır. Fərqlidir. Ona görə fərqli olan olacaq. Bu yəqin ki, bunu A, B, C belə nəzərdə tutub. Fərqli olan budur. Aha. Sonra burada uyğunlaşdırırıq. Nəyə görə fərqlənib? Təsdiq və inkarına görə fərqlənib. Ona görə C yazırıq bura. Yollanırsan indiki zamandadır. İkinci şəxsin təkindədir. Sən yollanırsan, təsdiqdədir. Danışırsan indiki zamandadır. İkinci şəxsin təkindədir və təsdiqdədir. Deyirsən indiki zamandır. Sən, yəni sən deyirsən. İkinci şəxsin təkidir, təsdiqdədir. Sustun isə sustun. İkinci şəxsin təkindədir, sən sustun. Təsdiqdədir. Amma nəyə görə fərqlənib? Zamana görə fərqlənib. Çünki indiki zamanda deyil, keçmiş zamandadır. Olacaq B. Görmədi, istəmədi, yazmadıq, almadı. Baxın, görmədi, inkardadır. Üçüncü şəxsin təkidir, o görmədi və keçmiş zamandadır. Biz bilirik ki, üçüncü şəxsin təkində şəxs sonluğu qəbul, şəxs şəkilsi qəbul etmir. İstəmədi, inkardadır, keçmiş zamandadır, üçüncü şəxsin təkindədir. Yazmadıq, keçmiş zamandır, inkardadır, amma birinci şəxsin cəmindədir. Bax, fərqli olan olacaq bu. Birinci şəxsin cəmində olur. Nəyə görə fərqlənəcək? Şəxsə görə fərqlənəcək. Növbəti sözə baxsaq, almadı, o almadı. Üçüncü şəxsdir, üçüncü şəxsin təkidir, inkardadır və keçmiş zamandadır. Zaman şəkilsinə baxsaq, görərik keçmiş zamandadır. Belə deyək, burada verilən sözlər hamısı inkarda oldu. Keçmiş zamanda oldu. Amma bir dənə azmadıq sözü şəxsinə görə dəyişdi. O birinci şəxsin cəmində oldu. Nəyə görə dəyişdi? Şəxsinə görə. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşək.